Burada təbiət rəngarəngdir, dəyişkəndir. Hər addımda yeni mənzərə ilə qarşılaşırsan. Yaxın məsafədə uca dağları, biraz sonra yamaçları, meşələri, daha sonra təpələrin başında salınan qədim Alban məbədlərini, zəmilərdə ucu-bucağı görünməyən üzüm bağlarını, nəhayət 200-dən çox yaşı olan Alman evlərini görmək mümkündür. Bu bölgənin təbiəti, iqlimi unikal mənzərə və canlılar yaradır. Burada görəcəyiniz hər şey ruhunuzu və gözlərinizi oxşayacaq qədər gözəldir. Bir-birindən cazibəli gölləri vizit kartı olan Göygöl. Kiçik Qafqaz dağlarının, Murov dağ silsiləsinin və Kəpəz dağın əhatəsində yerləşən bu diyar Azərbaycanın ən turistik bölgəsidir. Biz bir-birindən gözəl və məşhur gölləri vizit kartı olan, vaxtilə Helenendorf adlanan Göygöldəyik. Salam Göygöl. Azərbaycanın qərbində yerləşən Göygöl çox səfalı diyardır. Ona qonşu olan şəhərlər də ecazkar təbiəti ilə seçilən bölgələrdir. Rayonun mərkəzindən 12 kilometr uzaqlıqda Gəncə hava limanı yerləşir. Beləliklə Göygölə həm avtomobillə, həm də Gəncə aeroportundan istifadə etməklə təyyarə ilə gedə bilərsiniz. Hansı vasitə ilə gəlməyinizdən asılı olmayaraqsa, Göygöldə bütün yorğunluğunuzdan xilas olacaqsınız. Burada məhz axtardığınız dincliyi tapacaqsınız. Siz burada füsunkar təbiət mənzərəsinə heyran ola bilərsiniz. Bu heyranlıq isə uzun müddət sizi tərk eləməyəcək. Ona görə bura bir gələn, fürsət düşən kimi bir də gəlir. 39 kəndi olan Göygölün əhalisinin sayı hal-hazırda 60 min nəfərdən çoxdur. Azərbaycanın paytaxtı Bakı ilə Göygöl şəhərinin mərkəzi arasındakı məsafə isə 364 kilometrdir. Göygöl rayonu Azərbaycanın qərbində, dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək nöqtəsi Murov dağ silsiləsində 3724 metr hündürlüyə malik Camış dağıdır. Bənzərsiz təbiəti olan bu bölgənin 17,3%-ni meşələr əhatə eləyir. Məşhur Kəpəz dağı və ondan da məşhur olan, həmçinin adları brendə çevrilən göllər də məhz bu rayonun ərazisində yerləşir. Quşqara, Gəncə və Kürək çayları da Göygöl rayonundan keçir. Göllərlə, meşələrlə zəngin bu gözəl diyar təxminən 2 əsr öncə 2 qədim kəndin xarabalıqları üzərində yaranıb. Adı isə Göygöl yox, Helenendorf olub. Vaxtilə bu evdə almanlar yaşayıb.
Bura isə Hummel küçəsidir. Hummellər 19-cu əsrin əvvəlində Helenadorfun, yəni indiki Göygöl rayonunun əsasını qoyan nəsillərdən biri olub. 19-cu əsrin əvvəlində burada minlərlə almanlar yaşayıb, yaradıb və qurublar. Rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Württemberg knyazlığından gəlmiş Alman kolonistləri tərəfindən qoyulub. Şəhər Yelenendorf, Almanca isə Helenendorf adlandırılıb. Burada ilk dəfə 56 ailə yaşayıb. Mənzərəli təbiəti olan şəhərdə Alman memarlığı üslubunda evlər tikilib. 6 küçə salınıb. Məktəb, uşaq bağçası fəaliyyət göstərib. Hal-hazırda mərkəzi küçələrindən biri Helenendorfun əsasını qoyan nəsillərdən sayılan Hummellərin adını daşıyır. Vaxtilə Hummellər məhz bu küçədə yaşayıblar. Küçə bugün də əvvəlki səliqəsini və ruhunu saxlayıb. Göygölə səfər eləyəndə Hummel küçəsinə gəlib deyilənlərin şahid ola bilərsiniz. ...20-ci əsrin ortalarından Sovet dövründə Almanlar artıq buradan köç eləməyə başlayıblar. Hal-hazırda bu ərazidə heç bir Alman yaşamır. Amma onların qoyub getdikləri evlər, binalar, tikililər, məbədlər bugün də qalmaqdadır və onlar Göygölün yaraşığıdırlar. Hazırda mövcud olan aqrar sənaye kombinatının əsas binasını Forer qardaşları tikərək orada şərab və konyak istehsalı ilə məşğul olublar. İstehsal elədikləri şərabları Forer qardaşları Avropaya ixrac ediblər. 1911-ci ildə Almanlar tərəfindən Göygöldə ilk su elektrik stansiyası tikilib. Forer qardaşları tərəfindən inşa edilən şərab zavodu da həmin illərdə salınıb. İşin həcmi böyüdüyünə görə qardaşlar yeraltı zəmilər inşa eləmək qərarına gəliblər. Tikintisi 1860-cı ilə təsadüf edən iri yeraltı zirzəmilər bugün də təyinatı üzrə istifadə olunur. Əgər Sovetlər dövründə burada həm konyak, həm şərab saxlayırdılarsa, indi yalnız şəraba üstünlük verilir. Müasir texnika ilə standartlara uyğun müxtəlif çeşidlərdə hazırlanan şərabları dad və ətir strukturunu təkmilləşdirmək üçün bu zirzəmidə illərlə xüsusi çəlləklərdə saxlayırlar. Göygöldə 19-cu əsrdə inşa edilmiş Alman Lüteran kilsəsi var. Lüteran kilsəsi Göygölə səfər eləyən almanların ilk ziyarət elədiyi məkandır. Stalinin əmri ilə almanların deportasiya edilməsinə qədər, yəni 1941-ci ilədək, kilsə ibadət evi kimi fəaliyyət göstərib. Göygöl ərazisində çoxlu sayda Alban və Alman məbədləri mövcuddur. Onlardan biri də gördüyünüz bax bu Lüteran Alman kilsəsidir. Onu 1854-cü ildə 3 il müddətinə inşa ediblər. Hal-hazırda şəhərin mərkəzində yerləşən bu məbəd muzey kimi fəaliyyət göstərir. Hazırda burada Göygöl rayon tarix-diyarşünaslıq muzeyi yerləşir. 1987-ci ildə yaranan muzey 2004-cü ildən məhz burada fəaliyyət göstərib. Muzeydə Göygölün tarixini, kənd təsərrüfatını və əhalinin məişətini əks elətdirən müxtəlif eksponatlar var. Göygöldə 2 əsrdən çox ömür sürən almanlar yerli əhali ilə çox yaxşı ünsiyyətdə olublar.
dost kimi mehriban və qayğı içərisində yaşayıblar. Fərqli mədəniyyət, fərqli din və fərqli adətlərin olmasına baxmayaraq, onların arasında həmişə qarşılıqlı hörmət və ehtiram olub. Almanların burada salınan qəbirstanlığı müsəlman qəbirstanlığı ilə eyni ərazidə bu gün də qalmaqdadır. Göygöldə yaşayan sonuncu Alman sakini 2007-ci ildə dünyasını dəyişən Viktor Klein olub. Deyilənə görə Almaniyada yaşayan ailə üzvləri onu öz ölkələrinə aparmaq istəsələr də, Klein razılıq verməyib. Onu öz vəsiyyəti ilə Göygöldəki Alman qəbirstanlığında dəfn ediblər. Göygölün Almanlara bağlılığını bölgəni seyr elədikcə tez-tez görmək olur. Bölgədə Alman irsi nümunələri xüsusi hörmətlə qorunur. Binalar, məbədlər, idarələr və körpülər buna sübutdur. Göygölün ərazisində çoxlu sayda körpülər mövcuddur. Onların sırasında tək Alman deyil, Albanların da dövründə inşa edilənləri var. 1896-cı ildə tikilmiş üç gözlü körpü, 12-ci əsrə aid ağ körpü bu gün də istifadə olunur. Kiçik Qafqaz dağlarının əhatəsində yerləşən Göygöl rayonunun flora və faunası çox zəngindir. Meşələrin yaşıllığı, təmiz hava, Kəpəz dağı, Murov dağ silsiləsi, hər kəsi məftun eləyən gölləri bölgəyə qədəm qoyduğunuz andan sizi öz sehrinə salacaq. Göygöl ekoturizm üçün ideal məkandır. Bu bölgə cənnət qədər gözəlliyə malikdir. O sanki dinclik, ruhən rahatlıq tapmaq, təbiətin təkrarsız gözəlliyindən həzz almaq, xoş hisslər yaşamaq üçün yaranıb. Onu görüb aşiq olmamaq mümkün deyil. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də qürur duymağa haqqı çatır. Bu abidələrin içərisində Alban məbədlərinin xüsusi yeri var. Azərbaycanda çox az bölgə olar ki, bu qədər Alban məbədinə sahib olsun. Göygölün ərazisi qədim Alban abidələri ilə zəngindir. Burada onlarla belə məbəd var. Onların bəziləri meşələrin içində, bəziləri isə dağların, təpələrin ən yüksək nöqtəsində salınıblar. Çaykənd ərazisində gördüyünüz bu məbəd də təpənin zirvəsində salınıb. O, məbəd kompleksidir və magiyasını bugünə qədər qoruyub saxlayıb. Bu tarixi abidələri gedib görmək sizdə nəinki Göygölün keçmişi haqqında, ümumən Alban mədəniyyəti və tarixi haqqında rəy yaradacaq.
Qədim memarlıq abidələri olan bu məbədlərdə ümumi oxşarlıq olsa da, əslində hər birinin özünə və yerləşdiyi yerə məxsus özəlliyi var. Bu tarixə toxunmaq sizdə qədim sivilizasiyalar haqqında müəyyən təəssürat yaradacaq. Real Vətən, Real TV-də. Real Vətən, Real TV-də. Göygöl göllər diyarıdır. Hər birinin də öz yaraşığı var. Göllərin hamısını görmək istəsəz, o zaman Göygöl Milli Parkının peşəkar bələdçilərinə müraciət edin. Onlar sizə yolu çətin tapılan yeni gölləri kəşf eləməkdə yardımcı ola bilərlər. Bu göllərin sayı çoxdur. Deyilənə görə bələdçilər demək olar ki, hər il meşələrdə gizlənən yeni bir göl kəşf eləyir. Vaxtilə bu göllərin yaranmasının səbəbkarı isə zəlzələ və göllərin əhatəsində ucalan 3066 metr hündürlüyündə olan Kəpəz dağıdır. ...1139-cu ildə Gəncədə dəhşətli zəlzələ hadisəsi baş verir. Fəlakət nəticəsində gördüyünüz Kəpəz dağın böyük bir hissəsi uçaraq ətəyindən axan Ağsu çayına tökülür və orada 13 göl əmələ gətirir. Bu göllərin içərisində həcminə və yaraşığına görə 7-si xüsusilə seçilir. Bu 7 dağ gözəlinin içərisində isə ən gözəlləri Göygöl və Maral göldür. Maraqlı keçmişə, unikal təbii imkanlara malik Göygöl rayonu turizmin inkişafı baxımından Azərbaycanın ən böyük potensiala malik bölgələrindən biridir. Gözəl təbiətinə və əlverişli coğrafi mövqeyinə görə yerli və xarici qonaqlar bu bölgəyə böyük maraq göstərirlər. Bütün gələn qonaqların ilk görmək istədiyi yer isə mavi gözlü Göygöldür. Qeyri-adi gözəlliyə malik Göygöl Azərbaycanda mövcud olan göllərin içərisində ən gözəli və ən məşhurudur. Ona Azərbaycanın mirvarisi də deyirlər. O həqiqətən gözəldir və ilk baxışda adamı ofsunluyur və bu ofsundan uzun müddət ayrılmaq istəmirsən. Dəniz səviyyəsindən 1555 metr hündürlükdə yerləşən Göygölün ən dərin yeri 96 metrdir. Burada çimmək qəti qadağandır, amma onu gəlib görmək hökməndir. Odur ki, gözəl təbiət mənzərəsini görmək istəyirsinizsə, o zaman Göygölə gəlin. Göygöl Milli Parkının ərazisində olan göllərin 7-si böyük göllər sırasına daxildir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Onun suyunun bir hissəsi yeraltı yollarla Göyçə gölünə daxil olur. 1925-ci ildə qoruq kimi yaradılmış Göygölün sahəsi 6732 hektardır. Göygöl yarandığı gündən bütün dövrlərdə yaraşığı ilə insanları özünə cəlb edib. O heç vaxt dəbdən düşməyib, diqqətdən kənarda qalmayıb. Tək yerli sakinlər deyil, bütün Azərbaycan ona məftundur. Ölkəyə gələn turistlər isə həmişə onu görməyə can atırlar. Çünki Göygölün sözlə ifadə edilməyəcək qədər gözəlliyi var. Ona saatlarla tamaşa eləmək olar və o bu diqqətə layiq gözəldir.
Milli parkda əsrarəngiz təbiət incisi Göygöllə yanaşı, ərazidə diqqət çəkən onlarla göl mövcuddur. Hər birinin də relyefinə görə fərqli forması və yaraşığı var. Göygöl Milli Parkının daha bir gözəli var. Maral Göl. Bura gələndə bəxtiniz gətirsə göldə üzən marallara rast gələ bilərsiniz. O yüzden də ona bu adı veriblər. Maral Göl. Maral Göl dəniz səviyyəsindən 2000 metr yüksəklikdə. Göygöldən hündürdə yerləşir. Deyilənə görə onun suları yeraltı yollarla Göygölə axır. Maral Göl haqqında çoxlu əfsanələr də var. Real olansa odur ki, onun əfsanəvi bir gözəlliyi var. Bax və həzz al. $300 pilləkənlik yolu olan Maral Gölə siz atla da qalxa bilərsiniz. Göygöldən fərqli olaraq Maral Göl hündürdədir və ora biraz qalxmaq lazımdır. Əmin ola bilərsiniz ki, gölə çatıb onu görəndən sonra o pillələri qalxmağa dəyərdi deyəcəksiniz. Maral Gölün əfsanəvi gözəlliyi və marallar kimi nəcibliyi var. Ona ilk baxışdan aşiq olacaqsınız. Maral Göl havanın hər halında gözəldir. İstər dumanlı olsun, istərsə də günəşli. Onu da qeyd edeyim ki, buradan Kəpəz dağı daha aydın və fərqli rakursda görünür. Onu buradan seyr eləmək sizə başqa bir zövq verəcək. Göygöl Milli Parkının flora və faunasının böyük hissəsini bölgənin iqlimi ilə bərabər həm də oradakı göllər formalaşdırır. Göllərin özləri də fərqlidir. Biri digərini təkrar eləmir. Qara Göl də belə göllərdəndir. Onun tamam fərqli görünüşü və füsunkarlığı var. Əgər Göygölə yaxınlaşmaq çox rahatdırsa, Maral Gölə 300 pilləkən qalxmaq lazımdırsa, bu gölə nağılvari meşələrin içindən keçib getmək lazımdır. Təbii ki, bu səfərdə sizə Milli Parkın peşəkar bələdçiləri yardımcı olacaq. Əks halda siz yolu aza bilərsiniz. Qara Gölə gedən yolun mənzərəsindən, gölün gözəlliyindən alacağınız təəssüratsa yaddaşınızda xoş səfər kimi qalacaq. Buna əmin ola bilərsiniz. Göygöl Milli Parkının mütəxəssislərin fikrincə, ərazidə 13-19 göl mövcuddur. Hər biri də o birisindən gözəl. Gördüyünüz bu göl Qara Göldür. Yuxarıdan baxanda o qapqara görünür. İlk baxışda o sizə İsmayılıdakı Qaranohor Gölü xatırladacaq. Bura gəlmək üçün 1 saatlıq piyada yol keçməlisiniz. Bu gölü gəlib görüb kəşf eləməyə dəyər. Göygöl rayonunun mətbəxində dadlı yeməklər çoxdur. Onlardan biri də xamalı beçədir. Beçə yəni cavan xoruz. Bunun üçün bu xamalı beçəni hazırlamaq üçün bizə lazımdır kartof, beçə, su, xama, duz, istiot və sarı kök.
İndi Məlahət xanım onu necə hazırlayacaq, o barədə bizə məlumat verəcək. Məlahət xanım, salam. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Birinci nədən başlayacaqsınız? Beçən doğrayacağım. Buyurun. Xamalı beçəni Azərbaycanın bir çox bölgələrində hazırlayırlar. Amma deyirlər ki, burada bişirilən xamalı beçənin dadı bir başqadır. Baxaq. Çox dadlıdır. Özü yumuşaq. Nuş olsun. Yaşayış məskəni kimi əsası Almanlar tərəfindən qoyulsa da, bu bölgənin Albanlara kimi gedib çıxan qədim tarixi həmişə diqqət mərkəzində olub. Albanlardan qalan məbədlər tək yerli deyil, turistlərin də maraq dairəsindədir. Onların bir çoxu hələ də tam kəşf olunur. Biz Pan dağının tam zirvəsindəyik. Yerli sakinlər ona Bant dağı deyir. Burada yaşı 1000-dən çox olan qədim Alban məbədi yerləşir. Bu məbədin qəribə bir əfsanəsi var. Deyilənə görə valideynlərinə qaçan 2 gənc burada qeybə çəkiliblər. Onları ayırmağa gələn valideynləri isə yalnız qızın başından düşən lenti tapıblar. Və həmin lentin üzərində də bu məbədi inşa eləyiblər. Hər halda əfsanədə belə deyilir. Pan məbədinin orijinal adı müqəddəs Pantelius məbədidir. Bu qədim abidə xristian və müsəlman əhalisinin ziyarət elədiyi nadir məbədlərdəndir. Pan Alban məbədinin ətrafa açılan mənzərə isə təkrarsızdır. Buradan Murov dağ silsiləsi də, Kəpəz dağı da bir başqa cür görünür. Bu mənzərəni çətin ki, başqa yerdə görmək mümkün olsun. Bu hündürlükdən görünən gözəllik adamı elə ofsunluyur ki, vaxtın necə keçdiyini hiss eləmirsən. Bu zirvədən günün batmasını seyr edə bilsəz, o zaman al-qırmızı don giyinən ətraf mənzərə yaddaşınıza həmişəlik həkk olunacaq. Bu təsviri emosiyasız izləmək çox çətindir. Dəniz səviyyəsindən 2100 metr hündürlükdə yerləşən Gəncənin sonuncu xanı Cavad xanın adını daşıyan Cavad xan zirvəsi də Pan dağının başında yerləşir. Bu zirvəyə Cavad xan adını 2016-cı ildə veriblər. Buradan ətrafa inanılmaz dərəcədə gözəl mənzərə açılır. Odur ki, Göygölə gələndə mütləq bu zirvəni ziyarət edin. Cavad xan zirvəsinə çıxmaq çox rahatdır. Hər zirvənin öz təbiətinə məxsus maraqlı və fərqli yolu olur. Cavad xan zirvəsinə gedən yol da sizi biganə qoymayacaq. Bu zirvəyə qalxmaq qərarına gəlsəz, o zaman maraqlı macəralara hazır olun.
Göygöl qədim tarixin və müasir gözəlliyin sintezidir. Təbiətin bu cənnət guşəsində sizi hər zaman böyük sevgi ilə qarşılayıb, xoş əhvalla da yola salacaqlar. Göygöl rayonu öz ecazkarlığı ilə sizə heyran eləyəcək. Şəhərin səs-küyündən ayrılıb özünüzə istirahət vermək istəsəz, o zaman səyahət edin. Səyahət üçün isə Göygöl əla seçim ola bilər. Əmin olun ki, buradan ayrılanda özünüzlə bolluca şəkil, xoş təəssürat və sevinç hissləri aparacaqsınız. Bu isə uğurlu səyahət üçün çox vacib şərtdir. Göygöl turizm baxımından Azərbaycanın ən böyük imkanlara malik olan bölgələrindən biridir. Yerli sakinlərin, bura gələn qonaqların əksəriyyəti onun seyrinə dəfələrlə çıxır. Hər dəfədə təəssürat valeh edir. Bunu yerli sakinlər də yaxşı bilir. Səbəbini soruşanda isə deyirlər ki, Göygölün təbiətinin hər fəsildə özünə məxsus gözəlliyi olur. Göygölün yaylaqları, dağları, meşələri insanları valeh edir. Biz təbiəti sevirik və qoruyuruq. Ən dadlı yeməklər bizim mətbəxdə olur. gözəl təbiət mənzərəsindən həzz almaq, ruhən bir rahatlıq tapmaq istəyirsinizsə, o zaman səyahət üçün hər qarışı cənnət olan bu bölgəni siyahınıza əlavə edin. Burada siz yalnız dinçlik tapacaqsınız. Odur ki, gəlin, görün, dincəlin və Göygölün ərazisində olan nəinki Göygölü, bütün gölləri kəşf edin.